23 noyabr tarixində 9-cu siniflərə OTK sınaq imtahanında salınmış sualın izahına baxırıq. Sualda deyir ki, burada bizə verilən, baxın, AB ilə CD vətərləri konqruentdir, yəni bir-birinə bərabərdir. AMB qövsünün uzunluğu A-dır. Bax, bu qövsünün uzunluğu A hərfi ilə işarə ediblər. Bu qövsünün uzunluğunu da B hərfi ilə işarə ediblər. Bu kəsrin qiymətini bizdən istəyirlər. Gəlin A və B arasında əlaqəni tapaq. Qövsün uzunluğu necə tapılır? Qövsün uzunluğunu tapmaq üçün baxın, bu düstur bizim işimizə yarayır. Pi vur R vur alfa böl 180 dərəcə. Burada bizə nə lazımdır? Radius və mərkəzi bucaq lazımdır. Radius eynidir. Baxın, radius budur. Burada da radius budur. Hər iki qövs üçün biz uzunluğu tapanda eyni radiusdan istifadə edəcəyik. Mərkəzi bucaq da radiusların yaratdığı bucaqdır, qarşılıqlıdır. Bunlar da bərabərdir. Belə çıxır, elə bu qövslərin uzunluğu da bir-birinə bərabər imiş. Yəni A B-yə bərabər imiş. Onda bizdən soruşulan kəsri aşağıya yazıram və burada ya istəsəz A-ların yerinə B qoya bilərsiniz, ya da B hərfinin yerinə A qoya bilərsiniz. 2A üstə gəl, B-nin yerinə A qoysam 3A, məxrəcdə də 3A açıq 2A alınacaq. 3-dən 2 çıxaram, A qalar, surətdə də 5A. 5A-nı A-ya bölərəm, düzgün cavab 5 olar.